Salam əziz abituriyentlər, bizim bugünkü mövzumuz davam elə gəlmə mərhələləri, zəlzələ və vulkanlar mövzusu olacaq. Əvvəlcə onu öyrənək ki, yer kürəsində 5 davam elə gəlmə mərhələsi mövcud olmuşdur. Bunlardan ən qədimi Baykal davam elə gəlmə mərhələsi olmuşdur. Daha sonra Kalidon və Hertsin, Kimmeri və ən müasir davam elə gəlmə mərhələsi olan Alp qırışıqlığı olmuşdur. Dedik ki, ən qədim davam elə gəlmə mərhələsi Baykal qırışıqlığı adlanır və Baykal qırışıqlığı Proterozoy erasında baş vermişdir. Bundan əlavə, biz əvvəlki dərsimizdə nə öyrənmişdik? Paleozoy erasında 6 dövr ayrılır. Kembri, Ordovik, Silur, Devon, Daşkömür və Perim. Baykal davam elə gəlmə mərhələsi Proterozoyla yanaşı, eyni zamanda Paleozoy erasının İlk 2 dövründə, yəni Kembri və Ordovik dövründə də baş vermişdir. Daha sonra növbəti davam elə gəlmə mərhələsi olmuşdur Kalidon. Kalidon davam elə gəlmə mərhələsi isə Silur, Devon dövrlərini əhatə edir. Baxın, Kembri, Ordovik, Kembri, Ordovik. Burada baş verdi hansı? Baykal. Daha sonra Kembri, Ordovik, Silur, Devon. Burada baş verəcək Kalidon davam elə gəlməsi. Daşkömür, Perimdə isə baş verəcək Hertsin dağ əmələ gəlmə mərhələsi. Yəni Paleozoy erasında 3 davam elə gəlmə mərhələsi baş vermişdir. Daha sonra bizdə hansı dövr era gəlirdi? Mezozoy erası. Mezozoyda isə Kimmeri davam elə gəlməsi və yaxud da elə Mezozoyun adı kimi səsləndiririk. Bəzən Mezozoy davam elə gəlmə mərhələsi baş vermişdir. Ən müasir davam elə gəlmə isə Kaynozoy erasındadır və Alp qırışıqlığı adlanır. İndi isə gəlin öyrənək ki, bu Baykal, Kalidon, Hertsində yaranan dağlar hansılardır? Ən qədim olan Baykalda yaranan dağlar, Baykal ətrafı dağlar adlanır. Biz bunlara Pribaykalye, Zabaykalye, eyni zamanda Hindistan yarımadasında olan Qərbi Qat, Şərqi Qat dağlarını, Avstraliyada olan Hammersli, McDonalds dağlarını da misal göstərə bilərik. Kalidon davam elə gəlməsində isə Tian Shan, Altay və Sayan dağları, eyni zamanda Apalaç dağlarının şimal hissəsi. Yəni necə? Əvvəlcə dağın şimal hissəsi qalxmağa başlayır. Buna görə də deyirik ki, Tian Shan, Altay, Sayan və Apalaçın şimal hissəsi yarandı. Eyni zamanda Skandinaviya dağları da bu mərhələdə yaranmış oldu. Daha sonra gəlir Hertsin davam elə gəlmə mərhələsi. Hertsin davam elə gəlməsində isə necə dedik bayaq? Altay, Sayan, Tian Shan və Apalaçın deməli nəyi baş vermişdi? Şimalı qalxmışdısa, artıq Hertsin də cənub hissələri qalxmağa başlayacaq. Bundan əlavə Kap, Əjdaha, Ural dağları, Böyük su ayırıcı, Xinqan dağları yaranmağa başladı və biz nə deyirik? Cavan platformalar nə zaman yarandı? Paleozoyda. Həmin bu cavan platformalara Qərbi Sibir, Turan və Ön Qafqazı misal çəkəcəyik. Yəni Hertsində həm qədim dağlar, həm də cavan platformalar olan Qərbi Sibir, Turan və Ön Qafqaz platformaları yarandı. Ondan sonra gələk Kimmeri davam elə gəlməsinə. Bu davam elə gəlmədə Verxonyansk, Çerski, Sxote-Alin, Tibet, Kunlun və Kordilyerin şərq hissəsi yarandı. Kordilyer dağları necə yaranmışdı? Şimali Amerika ilə Sakit Okeanın toqquşması nəticəsində. Bu zaman Kordilyerin şərq hissəsi Kimmeri davam elə gəlməsidir. Qərb hissəsi isə aid olacaq, yəni sahil dağları isə aid olacaq Alp davam elə gəlməsinə. Alp davam elə gəlməsi ən müasir, ən cavan davam elə gəlmə adlanır. Baxın burada dedik ki, sahil dağları. Şimali Amerikada Kordilyerin sahil dağları adlanan hissəsi cavan dağlardır. Bundan başqa Ant dağları, Atlas dağları, bütün cavan dağlar hər biri Alpda yaranıb. Atlasdır, Pirineydir. Ant dağları Cənubi Amerikadadır. Atlas dağları Afrikada olan cavan dağdır. Deməli, zirvəsi Tubkal 4165 metr. Daha sonra
deməli Pireney dağlarıdır, Apennin dağlarıdır, Alp, Karpat, Pont, Tavr, Azərbaycanda, Rusiyada olan Qafqaz dağları, daha sonra Zagrosdur, Elbrusdur, Kapet dağ, Hindikuş, Pamir, Qaraqorum, Himalay dağları cavan dağlardır. Və bu mərhələdə qədim dağ dediyimiz Tian-Şan, Altay, Sayan dağları tektonik hərəkətlər nəticəsində yenidən qalxmaya məruz qalmışdır və həmən dağlara biz deyirik ki, necə dağlar? Yenidən yaranmış, törənmiş, cavanlaşmış dağlar deyəcəyik. Bu xəritədə isə biz qədim qırışıqlıq, cavan qırışıqlıq, orta qırışıqlığı görə bilərik xəritədə. Xəritəni incələyərsiniz. İndi isə gələk tektonik proseslərin növbəti mərhələsinə. Biz dedik ki, ümumiyyətlə tektonik proseslər həm qədimdə baş vermişdir, həm də müasir mərhələdə baş vermişdir. Qədimdə baş vermiş tektonik hərəkətlərə paleotektonik hərəkətlər deyilir. Kaynozoy erasından sonra davam edən tektonik hərəkətlərə isə neotektonik hərəkətlər biz deyəcəyik. Tektonik hərəkət nəticəsində müəyyən bir hissə çökür və müəyyən bir hissə qalxır. Məsələn, Skandinaviya dağları, Norveç, baxın bu hissə ildə 1 sm yuxarı qalxır. Lakin Şimal dənizi isə Danimarka, bu hissə isə aşağı, yəni çökür, aşağı enir. Yəni bir hissənin qalxması digər hissənin enməsi deməkdir. Bundan başqa Qafqaz dağları da ildə 1-3 mm qalxır, Kür-Araz ovalığı isə aşağı enir. Əvvəlki dövrlərdə bu hissələr suyun altında qalmışdır. Məsələn, biz Abşeron yarımadasına balıq qulaqlarını görə bilərik ki, burada mişar daşı var, balıq qulağından ibarət olan. Əhəng daşı da deyirik buna. Bu da bu ərazilərin vaxtilə suyun altında qalması ilə əlaqədardır. İndi isə gələk neotektonik hərəkətlər nəticəsində dedik ki, nə baş verdi? Neotektonik hərəkətlər nəticəsində litosfer tavaları üfüqi və şaquli hərəkət edir və bu zaman cavan dağlar yaranır, Himalay, Qafqaz, Krım, Karpat dağları yaranır və eyni zamanda Şimal dənizinin cənubu, Meksika körfəzi sahillərində isə enmə prosesi baş verir. İndi isə gəlin, vulkan nədir, zəlzələ nədir, geyzer nədir, bunlara nəzər salaq. Vulkan sözü Latın dilində vulkanus, o alov deməkdir və burada vulkanın, fikir verirsinizsə, sxemi göstərilmişdir. Gəlin əvvəlcə baxaq ki, baxın, tektonik çatlar baş verir. Bu hissədə tektonik çatlar var və həmən bu tektonik çatlar nəticəsində dərinlikdə baş verən proseslər tektonik çatları yaradır. Və bu tektonik çatlardan yaranandan sonra yer qabığında yaranan həmən o çatlara magma, mantiyadan magma daxil olur. Daha sonra nə baş verir? Həmən bu magma yer səthinə doğru qalxır və qalxarkən bu yaratdığı bu hissədəki bu boğaz, bu uzun hissə boğaz adlanır. Boğazı yaradır. Daha sonra isə artıq nə baş verməlidir? Bu çıxmalıdır buradan və burada partlayış baş verir. Həmən bu hissədə isə partlayış nəticəsində yaranan çökəklik krater adlanır. Partlayışdan sonra isə yer səthinə qaz, su buxarı, kül, vulkan bombaları, eyni zamanda ərimiş magma və biz buna lava deyəcəyik, axır. Yer səthində isə nə baş verir? Qabarıq forma yaranır. Vulkan püskürdü, yer səthinə lava axdı. Nə baş verdi? Yer səthində konusa bənzər qabarıq forma. Biz buna vulkanik dağ da deyirik. Yaranmağa başladı. Bundan əlavə yer səthində olan istilik də yer səthindən qaynar su buxar vasitəsilə yer səthinə çıxır və biz də buna nə deyəcəyik? Geyzer deyəcəyik. Və dedik ki, vulkan boğazında çıxış, hansı ki partlayış baş verdi. Biz bura nə dedik? Krater. Krater iki yerə bölünür. Var kaldera, biri də var mar. Kaldera daha böyüdür. Məsələn, əgər kraterin diametri 1,5 kilometrdən böyük olarsa, bu kaldera adlanacaq. Və kalderada güclü partlayış baş verir. Ən böyük kaldera isə Yaponiyadakı Aso vulkanıdır və Filippindəki Apo vulkanlarının kalderasıdır. Mar isə diametri 100-200 metrdən kiçik olanda adlanır.
Yəni krater böyük olanda, 1.5 kilometrdən böyük olanda bu adlanacaq kaldera, 100-200 metrdən kiçik olanda isə adlanacaq mar. Bundan başqa vulkanlar formalarına, püskürdüyü maddələrə və fəallıqlarına görə də bir-birindən fərqlənir. Vulkanların forması onun püskürdüyü lavanın tərkibindən asılıdır. Əgər lava qatı olarsa, vulkanın yamacı necə olacaq? Dik olacaq. Lakin sıyıq olanda isə o ətraf ərazilərə nə edəcək? Yayılacaq və çökəkliklərə dolacaq. Belə olanda isə yamac necə olur? Az meyilli olur. Deməli, sıyıq olanda az meyilli, qatı olanda isə dik olur. Yəni, meyilliyi çox olur. Və vulkanlar həm materik tipli tavalarda baş verir, həm okean tipli tavalarda baş verir. Materik tipli tavada baş verən vulkanlar yer səthinə püskürən zaman turş tərkibli lava axıdır. Və bu vulkanlara nə deyilir? Stratovulkanlar. Hansı ki, biz bunlara Kilimancaronu, Vezuvini, Etnanı, Arisabonu misal çəkə bilərik. Yəni, materiklərdə, materik tipli tavalarda baş verən vulkanlara stratovulkanlar deyəcək. Lakin okean tipli tavada baş verən vulkanlar isə bu zaman püskürmə zamanı əsasi tərkibli lava yer səthinə çıxır və bu da qalxanvari vulkan adlanır. Biz buna məsələn İslandiyadakı Heklanı, bundan sonra Mauna Loa, Mauna Kea, Ruapehu vulkanını misal göstərə bilərik. Vulkanlar fəallığına görə də iki qrupa ayrılır. Püskürməsi haqqında bizdə tarixi məlumat olan vulkanlar, fəaliyyətdə olan vulkanlar adlanır. Hal-hazırda püskürən vulkanlar, fəaliyyətdə olan vulkanlar adlanır. Ən hündür fəaliyyətdə olan vulkan Lüleiliako vulkanıdır və Cənubi Amerikada yerləşir. Hündürlüyü 6723 metrdir. Elə vulkanlar da var ki, onlar minilliklər əvvəl püskürmüşdür və onların püskürməsinin konkret tarixi haqqında bizdə heç bir məlumat yoxdur. Belə vulkanlar artıq püskürmür və belə vulkanlar sönmüş vulkanlar adlanır. Ən hündür sönmüş vulkan Cənubi Amerikadadır. Necə ki, ən hündür fəaliyyətdə olan Cənubi Amerikadaydı, eyni şəkildə sönmüş vulkan da Cənubi Amerikadadır. Bunu Ekvadorda olan Chimborazo 6267 metr göstəririk. Bəzi dünya ədəbiyyatında isə buna bəzən Chimborazo yox, Ojos de Saladonu deyirlər. Onun da hündürlüyü Argentinadadır və 6887 metrdir. Hər ikisini görə bilərik. Sönmüş vulkanlara Asiyada da rast gəlinir. Məsələn, biz bunlara Kazbek, Elbrus, Savalan, Səhənd, Axar-Baxar, Gəlinqayanı, Böyük Şıxlını misal göstərə bilərik. Eyni zamanda palçıq püskürən vulkanlar da var. Belə vulkanlara isə nə deyirlər? Yalançı vulkanlar deyirlər. Və yaxud da palçıq vulkanları deyirlər. Deməli, magma necə baş verdi ümumiyyətlə? Vulkan necə oldu? Bir lava axıdan, bir də palçıq axıdan vulkanlar oldu. Lava axıdan vulkanlar bu bizim bildiyimiz normal qaynar lava axıdır. Palçıq axıdan isə buna psevdovulkanizm və yaxud da yalançı vulkanizm deyilir ki, bu zaman magma lava yerinə palçıq axır və qaynar gil kütləsi olan salza çıxır. Əgər biz vulkanda lavaya, vulkandan çıxan magmaya lava deyirdiksə, palçıq vulkanlarında isə həmən bu palçıq gil kütləsi salza adlanacaq. Və magmadan ayrılan bu lava soyuduqda nə adlanırdı? Nek adlanırdısa, bu palçıq vulkanında isə bu soyuduqdan sonra brekçi adlanacaq. Yəni, adlar bir-birindən fərqlənir. Və palçıq vulkanları daha çox neftli qazlı sahələrdə baş verir. Ən çox dünyada palçıq vulkanı Azərbaycandadır ki, 300-dən çoxdur bizim respublikamızda. Və ən çox deməli Abşeronda, Abşeron Qobustanda, Cənub-Şərqi Şirvan düzündə rast gəlinir. Dünyada isə 800-dən çox palçıq vulkanı vardır. Palçıq vulkanı revmatizma, digər xəstəliklərdə çox faydalıdır. Azərbaycandan başqa palçıq vulkanına Rusiyada, Yeni Zelandiyada, Saxalində, Krım, Keç yarımadasında, Taman yarımadasında, eyni zamanda ABŞ-da, Meksikada da rast gəlinir. Palçıq vulkanları Azərbaycanda ən hündürü Torağaydır, 400 metr. Bundan başqa Keyrəki, Lökbatan, Otman Bozdağ, Böyük Kənizə, Axtarma Paşalı, Şıx Zahirli, Ayran Tökən, Bəndovan, Mərəzə, Keçəldağı misal göstərmək olar. İndi isə gəlin öyrənək ki, qeyzer nədir? Qeyzer
vulkanizm proseslərinin baş verdiyi ərazilərdə yeraltı suların təzyiqlə yer səthinə çıxmasıdır. Dedik ki, geyzer nə oldu? Vulkanizm baş verən ərazilərdə yerin altında olan qaynar suların təzyiqlə yer səthinə çıxmasıdır ki, belə təzyiqli fəvvarələrə dedik nə deyilər? Geyzerlər dedilər. Geyzerlərdən evlərin isidilməsində, istixanaların qızdırılmasında istifadə edilir. Geyzerlərə ən çox İslandiyada, Kuril Kamçatkada, geosignal ərazilərdə daha çox rast gəlinir. Baxın, İslandiyadır, Kurildir, Yeni Zelandiyadır, Kamçatkadır, Apennin yarımadasında, ABŞ-da rast gəlinir. Geyzerin yer səthinə çıxdığı çökək sahə nə adlandı? Qrifon adlandı. Və ətrafında toplanan maddə isə geyzerit adlanacaq. İndi isə gəlin zəlzələlər haqqında danışaq. Zəlzələ, baxın, kataklizm hadisəsi deyirik. Kataklizm nədir? Kataklizm ümumiyyətlə yer səthində baş verən tektonik proseslərdir ki, bu hadisələrdən də biri zəlzələ adlanır. Zəlzələlər yer səthinin ani bir zaman ərzində tərpənməsidir. Zəlzələlərin öncədən öyrənilməsi haqqında çox çalışılsa da, amma konkret olaraq ciddi nailiyyətlər əldə edilməmişdir. Sadəcə Yaponiyada bir neçə saniyə əvvəl zəlzələ olacağı barədə məlumat əldə etmək mümkün olmuşdur. Zəlzələ dedik ki, nədir? Yerin daxilində gedən tektonik proseslərin təsiri ilə ani bir vaxt ərzində yerin tərpənməsidir. Ən çox zəlzələlər əsas iki seismik qurşaqda baş verir. Bunlardan biri Sakit Okeandır, Avrasiyanın şərq sahilləri və Şimali Amerikanın cənub-qərb sahilləri olan ərazilərdir ki, 75-80% zəlzələlər burada baş verir. Eyni zamanda Alp-Himalaya qurşağında, Avrasiyanın cənub hissələrində də və Atlantik Okeanın Sakit Okeana qədər olan hissələrdə də zəlzələlər baş verir. Alpdır, Qafqazdır, Pamirdir, Himalay dağları həmən bu deməli zəlzələ baş verən ərazilərə daxildir. Zəlzələ 12 ballıq Richter şkalasından ölçülür və zəlzələni biz seismoqraf adlı cihazla qeydə ala bilərik. Zəlzələni öyrənən elm seismologiya elmi adlanır və artıq zəlzələ baş verdikdən sonra dağıntıların səviyyəsini Merkalli şkalasına əsasən biz öyrənə bilərik. Zəlzələ baş verəndə zəlzələ deməli iki hissəyə ən çox təsir edir. Yəni, zəlzələnin baş verdiyi dib hissə hiposentr, zəlzələnin ocağı adlanır hiposentr və zəlzələnin yer səthindəki proyeksiyası adlanır episentr. Hiposentr, yəni yerin daxilində yerləşir. Yerin dərinliyində toplanan o güc həmən bu suxurları hərəkətə gətirir və zəlzələ ocağından hər tərəfə seismik dalğa yayılır. Episentr isə yer səthində yerləşir. Zəlzələ ocağında yaranan dalğalar bura ən qısa zamanla məsafə qət edir və ən güclü təkanlar və dağıntılar episentrdə baş verir. Baxın, burada da görə bilərik. Hiposentr yerin mərkəzi, episentr isə yerin səthi və hiposentrdən episentrə ən güclü seismik dalğalar çox sürətli şəkildə hərəkət edir. Zəlzələnin ocağı 60 kilometrə qədər, bəzən 1000 kilometrə qədər dərinlikdə ola bilər. Əgər zəlzələ ocağı daha dərində yerləşsə, bu zaman onun təsir dairəsi geniş olsa belə, daha dərində yerləşdiyi üçün dağıdıcı gücü zəif olacaq. Bundan əlavə biz onu da qeyd eləyək ki, bizim öz ölkəmizdə Azərbaycanda zəlzələlərin baş verdiyi seismik ərazidə yerləşir. Azərbaycandan başqa Peru, Çili, Ekvador, Çin, Yaponiya, Əfqanistan, İran, Meksikada zəlzələlərin tez-tez baş verdiyi ərazilərdir. Zəlzələnin çox az baş verdiyi ərazi isə daha çox platformaya uyğun gəlir. Biz buna İsveçi, Finlandiyanı, Avstraliyanı, Kanadanı, Braziliyanı, Böyük Britaniyanı, Estoniyanı və digər ölkələri misal göstərə bilərik. Və Yaponiyada zəlzələ hadisələrinin tez-tez baş verdiyinə görə dağıntıların deməli qarşısını almaq üçün onlar şarnir dayaqlar deməli üzərində işləyiblər və bu şarnir dayaq nədir? Şarnir dayaq deməli fırlanan bir qurğudur və tikililəri həmin o şarnir dayaqların üzərində quraşdırırlar. Əgər zəlzələ baş verərsə, bu şarnir dayaqlar
təkər kimi sağa sola hərəkət edir və dağıntını minimuma endirir. Lakin şarnir dayaq olmadıqda bünövrə necə olur? Həmin o torpağın üstündə, yer qabığının üzərində hərəkət elədiyinə görə daha çox deməli dağıntılara səbəb olur. Burada isə vulkanlar və vulkanların yerləşdiyi ölkələr göstərilmişdir. İslandiyada Bardarbunga, Eyjaf Yatayogul, Hekla, Yaponiyada Fudziyama, Aso, Rusiyada Elbrus, Gülücü Sopkası, ABŞ-da Rainier, Şasta, Katmay, Mauna Loa, Mauna Kea, Kilauea yerləşir. Daha sonra Cənubi Amerikada Çilidə Ojos de Salado, Llullaillaco, Kolumbiyada Ruiz vulkanı, eyni zamanda Ruiz Cənubi Amerikada ekvatordan şimalda olan yeganə vulkandır. Daha sonra Ekvadorda Cotopaxi, Chimborazo, Meksikada Colima, Orizaba, Popocatépetl, Gvatemalada Tajumulco, Nikaraguada Momotombo, Kosta-Rikada Irasu, Tanzaniyada Kilimanjaro, Kamerunda Kamerun, İndoneziyada Krakatau, Kerinci, Semero, Slamet kimi vulkanlar vardır. Yeni Zelandiyada Ruapehu, İtaliyada Etna, Vesuvi, Stromboli, Filippində Apo, Pinatubo, Antarktidada Erebus, Terror, Azərbaycanda isə Qızılboğaz, Böyük İşıqlı, Axar-Baxar, Gəlinqaya, Gürcüstanda isə Kazbek kimi vulkanlar mövcuddur. Növbəti dərsimizdə bu vulkanları xəritə üzərində izahını sizə göstərəcəm. Bugünkü dərsimiz bu qədər. Hər birinizə uğurlar.